Deməli, salam uşaqlar. 20 aprel 2025-ci ildə keçirilən sınavın izahını verməyə çalışacağıq. Dil qaydası və mətnlər üzərində. Deməli, getdik. Hansı sadə cümlədir? Sadə cümlə olması üçün bir qrammatik əsası olması bəsədir. Yəni, mübtəda və xəbəri bir dənə belədik. Külək əsdikcə, külək getdikcə güclənir. Nə edir? Güclənir. Nə külək. Aha. Yağış dayanmadan yağırdı. Nə edirdi? Yağırdı. Nə? Yağış. Görürsünüzmü? Bunların ayrı-ayrı mübtəda və xəbərləri var. Bu xəbər gəlir bu mübtədanla əlaqələnə bilmir. Bu mübtəda gəlir bu xəbərlə əlaqələnə bilmir deyə bunlara biz deyirik mürəkkəb cümlə. Daha sonra Günlər həyəti süpürdü. Nə etdi? Süpürdü. Kim? Günlər. Samovara od saldı. Nə etdi? Od saldı. Yenə də kim? Günlər. Görürsünüzmü? İki dənə xəbər olmağına baxmayaraq bu iki xəbər ikisi də hara gəlir? Bu iki xəbər ikisi də birbaşa eyni mübtəda ilə əlaqələnir. Yəni bu işləri hər ikisini görən Günlərdir. Ona görə sadə cümlə kimi bunu götürə bilərik. Soruşdum, cavab vermədi. Nə etdim? Soruşdum. Kim? Mən. Birinci şəxsin xəbəridir bu. Mübtəda ilə bağlıdır. Cavab vermədi. Kim? O. Görürsünüzmü? Mən cavab vermədi olmur. Ayrı-ayrı mübtədalar artıra bildiyimiz üçün mürəkkəb cümlədir. Ətrafa baxdım, nə etdim? Baxdım. Kim? Mən. Özüm artıram, mənim mübtədası yoxdur. Heç kəs görünmürdü. Nə etmirdi? Görünmürdü. Kim? Heç kəs. Yəni o. Bu üçüncü şəxsdədir. Bu isə birinci şəxsdədir. Biri birinci şəxs, biri ikinci şəxs xəbərlər. Bunlar da mübtəda, mürəkkəb cümlə yaradır. Külək güclənir, nə edir? Güclənir, nə? Külək. Limandakı gəmilər yırğalanır, nə edir? Yırğalanır, nə? Gəmilər. Görürsünüz, ayrı-ayrı mübtəda və xəbərlər olduğu üçün getdi. Tutaq ki, belə deyək. Gəmilər güclənir, külək yırğalanır. Belə bir şey ola bilərdimi? Əlbəttə ki, xeyr. Ona görə cavabımız B variantı. Sözlərin fonetik xüsusiyyətlərini nəzərə alaraq nöqtələrin yerinə uyğun olan sözləri müəyyən edin. Aha. Deməli, kimyəvi yazılışı deyilişi fərqlənməyənləri qoymalıyıq. Məsələn, yazılışı deyilişi fərqlənməyənlər deyilsə bu cərgəçin, biz fərqlənənləri çıxaraq. Məsələn, məşhur sözündə heç bir fərq yoxdur, düzdürmü? Amma vərəq sözündə var, sonundakı q saməti x kimi olacaq və yaxud k iştirak kimi olacaq falan. Təbrik sözündə necə olacaq? Sonu k ilə bitənlər x iştirak olur, lazım deyil. Xəttat sözü fərqlənməyəcək, lisenziya sözü, xəttat sözündə fərqlənəcək, fikir ver. Xəttat. Qoşatılardan biri nə olur? Digərindən fərqlənir. Qaldıq biz A və D variantlar arasında. Bu hissə yazıla bilən, düzdürmü? Aha, indi getdik D. Sətirdən sətirə keçirmək olmur. Məsələn, ad eləyə bilmirik. A, lim kimi ayıra, al, im kimi ayıra bilmirik deyə. Burada elə birini artırmalıyıq ki, sətirdən sətirə keçirilə bilməsin. Bizim cavabımız da ya D-dir, ya E. İkisinin arasında qalmışdıq da. Məsələn, mət bəə şəklində mən ayıra bilirəm də onu, düzdür? Mət bə. Gördünüzmü? Bu cür rahatlıqla ayıra bildiyim üçün bu cavabı da atıram. Amma duanı sən heç bir halda kökü şəkilcə sətirdən sətirə keçə bilməzsən. Bir saati o izlə saxlayıb digərini sətirdən keçirmək istəsən, əlbəttə ki, yanlışlıq etmiş olarsan. Sonra nə deyir? Digəri heç yazılışı və deyilişi fərqlənir. Buradakı boyaq otu da fərqlənir, bəli. Ğ olur burada. Amma bir dənə bu hissə ödəmədiyi üçün ona görə bu ötkəm sözü olur. Ötkəm. Sözdə ortadakı iki kim olur, ona görə cavabımız deyil. 29. Verilən nümunələrdən hansı duyğu şərləri buraxılmışdır? Kainatın yaranması, vergül, quruluşu, vergül, inkişafı və təkamülünün tədqiqi əvvəlcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Verilən duyğu şərlərini tapmalıyıq. Baxaq. Hələ ki 2 vergül tapmışıq. Başqa varmı? Başqa. Bir də baxaq. Kainatın yaranması, quruluşu, inkişafı və təkamülünün tədqiqi. Təkcə astronomiyanın deyil. Aha, deyildən sonra. Bütün təbiət elmlərinin əsas problemidir. Deməli, çıxır cavabımız 3 dənə vergül. Sonra, frazeoloji birləşmə ən rahat suallardan biridir. Ağzını salıb oturmaq, sandığı qıfıllamaq frazeoloji birləşmə deyil, məcazlı yoxdur. İşə düşmək, stulları aşırmaq frazeoloji birləşmə deyil. İşə düşmək ola bilər frazeoloji birləşmə. Götürə bilərik, yəni frazeoloji birləşmə kimi.
Daha sonra gözü kəlləsinə çıxmaq. Aha, frazoid birləşmədir. Çəkic ilə mıxlamaq. Ha, bunu frazoid birləşmə olsun. Çəkic ilə mıxlayıram da mismarı. Üz vermək. Aha, üz versən astar istəyir deyir. Olar. Dabanına tüpürmək. Və sonunda frazoid birləşmə burada. Dabanına tüpürmək. Daha sonra E'də nə deyir? Divarları ağartmaq. Frazoid birləşmə deyil. Üz qaraltmaq ola bilər frazoid birləşmə. Yəni bu ola bilər, bu yox. Ona görə cavabımız nədir? D variantı. Daha sonra 31. Hansı aradakı feillərdən biri idi, digəri isə köməkçi sözü ilə işləmişdir. Bunu barədə biz dəfələrlə danışmışıq, düzdürmü? Biri idi, digəri isə olmalı. Biz bilirik ki, idi imiş, hissəcikləri feil köklərinə və başlanğıc formalarına qoşula bilmir. Yəni feilin kökünə və başlanğıc formasına qoşulan ilk qrammatik şəkilçi feilin şəkillərinin şəkilçisidir. Yəni ilk qrammatik şəkilçidən sonraki şəkilçi olmalıdır ki, yəni ikinci qrammatik şəkilçi olmalıdır ki, bu idi imiş, hissəcəyi olsun. Bu bir məqamda istisna məqamı idi ki, yəni var idi ki, əgər ki inkarlı şəkilçisi o zaman ortaya girərsə, hə, bu üçüncü qrammatik şəkilçi mövqeyində olurdu. Məsələn, tutaq ki, yazmışdı sözündə necə elirdik? Yazmışdı. Yazmış, yaz sözün kökü mış və d şəkilçilərdir. Mışla və d-nı biz bilirik ki, qrammatik şəkilçidir. İlk qrammatik şəkilçi nədir? Şəkil şəkilçiləri. Mışdakı zaman şəkilçidir və xəbər şəklinə gedir. D orada inkarlı şəkilçidir. Aha, bunu gördük. Bir də var ki, inkarlı şəkilçisini qoşuram burada. Yazmamışdı. Fikir ver. Yaz sözün kökü, ma inkarlıq, mış inkarlıq, d da yenə də mış orada zaman, d da idimiş isənin qısaldılmışı. Üçüncü qrammatik şəkilçi oldu artıq orada. Bir dənə inkarlıqda bu məqam pozur. Amma qalan bütün məqamlarda feillərə qoşulan ikinci qrammatik şəkilçi kimi, yəni belə deyək, şəkil şəkilçilərindən sonra qoşulan ikinci qrammatik şəkilçi idimişin şəkilçisi ola bilər. Məsələn, apar sözün kökü aparmışdı. Apar sözün kökü aparmışdı. Al sözün kökü alıbsa. Aha. Sonra indi baxaq burada görüm. Nə olur. Baxaq. Üzr istəyirəm uşaqlar. Hə, deməli sözün kökünə qoşulan ilk qrammatik şəkilçi hansı idi? Biz dedik ki, şəkil şəkilçiləri. Deməli bu şəkilin şəkilçisidir. D isə idimişin qısaldılmış forması. Bizə idi lazım idi. Sonra alıbsa, alıb nədir? Geçmiş zaman şəkilçisi, düzdürmü? Bu şəkilçisi, yəni şəkil şəkilçisi qoşulan sağ-sədəki idimişin qısaldılmış formasıdır. Yəni sağ-səd deyil. Ona görə cavabımız elə A variantıdır. Çıxdı ilk qrammatik şəkilçidir, şəkil şəkilçidir. Alırsa da ır zamandır, sağ isədir. Amma biri ödəmədiyi üçün getdi. Gətirdim. Gətir sözün kökü, get sözü yoxdur. Gətirdi ilk qrammatik şəkilçi da idiyə axtarmırsan. İdi yoxdur burada. Çünki d-dır bu zaman şəkilçisidir. Sonra susadıq, sudan, susamaq, bu sasə leksikdir. Çəşib buradan siz nəsə axtarmayın. Çünki su ismindən susamaq feili yaradır burada. Susadı və q. D-daki burada zaman şəkilçisidir. Ot sözündən oturmaq olmur. Oturmaqdan oturmuş idi. Hə, mış burada zamandır. İdi, imiş, isənin qısalmış olması olur. Get sözü olmadığı üçün gətirmək sözün kökü, getirsə aqda şəxs sonluğu. Hə, sasə burada da idi, imişin qısaldılmış olması yox. Sırf şərt şəkilçisidir. Şəklinin şəkilçisidir. Nəyə görə? Çünki sözün kökünə dediyim və başlanğıc formasına qoşula bilən ilk qrammatik şəkilçi feil şəkillərinin şəkilçisidir. Dayanacaqdır. Dayanmaqdan dayanacaq. Dayanacaqdır. Bir də alsa və alsın. Hə, ilk qrammatik şəkilçi acaq zamandır. D burada ididir. Amma buradakı almaqdan alsa, sasə şərt olduğu üçün ödəmədir. Ona görə cavab A. Sonra hansı cümlədə əlavə söz birləşməsi ifadə olunub? Aha, əlavə söz birləşməsi. Şair bu obrazı əsərin baş qəhrəmanını sevə-sevə yaratmışdı. Nə etmişdi, yaratmışdı? Kim? Şair. Kimi? Obrazı. Kimi? Yəni əsərin baş qəhrəmanını. Sonra elə söz birləşməsi budur da. Söz birləşməsi elə budur da. Gördün mü? Necə çıxdı cavab? Hə, cavabımız elə A'dır. Yenə də baxaq. Bura
Qəbələyə tez-tez gəlir. Hə, əlavənin baxaq görüm söz birləşməsidir qəbələyə. Sadəcə isimlə ifadə olunub, getdi. İrəlidə, sahildə, yenə də görsən burada da söz birləşməsi deyil. Söz birləşməsi olmalıdır əlavə. Topladığı məhsulu, bu əlavəli söz, əlavəsi, kartofu və soğanı ayrı-ayrı isimlərdir bunlar. Lazım deyil. Əsməri, rəfiqəsini, burada da rəfiqə ismindəndir. Onun əlavəsi, bu da bizə lazım deyil. Ona görə cavab A. Feildən əməyə gəlmiş sifəti müəyyən elə. Aha. Əlbəttə ki, sürüşürsən, sürüşkən olur da. Necə olur? Çox sadə suallar salıblar. Zarafat ismindən zarafatçılıq sifətidir. Bu isimlə yarandı. Güldən güllü. Ərazi güllü. Necə güllü? Gül ismindən. Qırmaqdan qırğın. Nə? Qırğın isimdir, sifət deyil. Sıxdan sıxlıq. Nə? Sıxlıq. Sıx sifətindən sıxlıq ismi yaradıb. Və salam. Sənin cavabın deyil. 34. Uyğunluğu müəyyən edirik. İsim birləşmədir. Feili birləşmə işlənən bölmələr axtar. 3 böyük bina yanaşı tikilmişdir. Tikilmişdir. Nə? Bina. Aha. Necə tikilib yanaşı? Hansı bina? 3 böyük bina. Aha. Birə A kimi götürə bilərikmi? İsim birləşmə işlənən, bəli, böyük bina birinci nötənin söz birləşməsi kimi götürə bilərik. Getdi A. Sonra yenə göy üzünü duman bürüyüb. Nə edib bürüyüb? Nə duman? Neyi? Göy üzünü ikinci nötənin söz birləşməsidir bu. Gördüyünüz kimi. Fikir verin bura. İkinci nötənin söz birləşməsidir. Parçalama ixtiramı yoxdur. Yenə də isim birləşmədir. Getdi B bura. Sonra C. Sən şəkilli həvəslə çəkdin. Nə etdin? Çəkdin. Nəyi? Şəkli. Necə? Həvəslə kimsən? Burada heç birləşmə söhbəti varmı? Burada heç birləşmə söhbəti var. Ayrı-ayrı sözlər, ayrı-ayrı cümlə üzvləridir. Bunun heç bir adəti yoxdur ümumiyyətlə, bu cümlənin ümumiyyətlə çıxıram. C-ləri bütün variantlardan çıx. Gördün elə bir şey var, C-ləri bütün variantlardan çıx. Ən salamatı. Ən salamatı. Gördün ki, hansı ki ümumiyyətlə uyğunluq yoxdur, C variantlardan çıx, onun sənin cavabın çıxır. Özü gəlir öz ayağına ki, al bax mənəm. Cavab. Sahilə çıxmaq üçün qayığa mindi, nə etdi mindi? Araya qayığa. Nə məqsədlə? Sahilə çıxmaq üçün. Maq plus qoşma. Burada maq da ki bilirik ki nədir? Əlbəttə ki məstər şəkilsi və ətrafından bir söz qoşub tərkib yaratmışdır. Eyni deyir, Cavad hiləgərcəsinə gülürdü. Gülürdü kim? Cavad necə? Hiləgərcəsinə. Burada da ayrı sözlər, ayrı cümlə üzvləri deyə söz birləşməsi yoxdur. Ona görə cavaba. 35. Balaca yaman dəcəldir. Dəcəldir kim? Balaca. Necə dəcəldir yaman? Hə, bu kim sualına cavab verdi. Çox şagird bunu götürüb nə? İsim. Kim sualına cavab verdiyinə görə. Heç bir halda ixtiyarın yoxdur. Sən onu nəyə baxacaqsan? Aid olduğu nitq hissəsinə. Yəni onun başlanğıc formasına bax. Sənin cümlədə mübtəda vəzifəsində işlənə bilər. Axı mübtəda vəzifəsində isim, sifət, say, əvəzlik, zərf, birinci, ikinci nötənin söz birləşmələri, feil birləşmələr, mübtədanın ifadə formaları ola bilər də. O heç. Amma bizə burada mübtədanın ifadə forması kimin nədir onu tapırıq. Başa düşdünüzmü? Başlanğıc forması nədir bunun? Yenə də balaca. Düzdürmü? Hə, bu balacanı ayrıca çıxar çöldə, qıraqda sual ver. Balaca nə deyirsən, yoxsa necə deyirsən? Balaca bir əşyadırmı? Adını mı bildirir? Yoxsa hansısa bir əşyanın necəliyini mi bildirir? Tutaq ki, deyirəm ki, qələm, düzdür? Amma balaca adlı bir əşyam varmı mənim? Yoxdur, amma qələm adlı bir əşyam var mənim. Düzdürmü? İstər gözlə görünən olsun, istər gözlə görünməyən olsun. Bu əşya adı var da, fakt olaraq. Amma balaca adlı bir şey, bir məfhum varmı? Yoxdur. Sadəcə əşyanın əlamət və keyfiyyətini bildirə bilər uzaqbaşı. Məsələn, tutaq ki, balaca nə ola bilər? İnsan ola bilər, adam ola bilər, torpaq ola bilər, nə bilim, telefon ola bilər. Görürsünüzmü? Ayrıca çıxartdıqda balaca necə sualına cavab verdi? Nə yox artıq. Deməli, bu olur sifətlə ifadə olunma. 36. Cümlələrdə fərqləndirmiş sözə nəzərə alaraq uyğunluğu müəyyən elə. Mən səni məsuliyyətli bir şagird bilirəm. Bir burada ədatdır. Çünki asanlıqla cümlədən çıxara biləm. Mən səni məsuliyyətli şagird bilirdim. Görürsünüz? Və yaxud ikinci bir yolu isə gətir 2, 3, 4 saylarını qoyuram. Mən səni məsuliyyətli 2 şagird bilirdim. Mən səni məsuliyyətli 3 şagird bilirdim. Görürsən, ödəmir. Deməli, bu nədir? Ədatdır. İlk maaşından anası üçün bir dəstə qızıl gül almışdı. Nə etmişdi? Almışdı. Nə?
Bir dəstə qızılgül. Hə. İndi baxaq. Bunun yerinə 2 dəstə qoyaq. Üzr istəyirəm. İlk maaşında anasına 2 dəstə, anasına 3 dəstə, anasına 4 dəstə, 5 dəstə, 6 dəstə, 10 dəstə qızılgül alıb görsən ödəyir. Deməli bu saydır. Bu saydır. Bu isə nədir? Ədad. Deməli biri say, biri ədad. Düzdürmü? Getdik indi uyğunlaşdırmaya. Əşyanın miqdarını bildirən nitq hissəsi hansıdır? Əlbəttə ki say. Deməli bunun qabağını yazıram. 2. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Yəni ədadlardır da bu cümlədən çıxartdıqda heç bir məna etmir. Düzdürmü? Leksik mənası var. Hansının sayın yoxsa ədadın? Əlbəttə ki sayın. Sonra yalnız qrammatik mənası var. Hansı? Əlbəttə ki köməkçi hissəsini, yəni ədadın. Cümlə üzərində əlaqə yaradır söhbəti bağlayıcıya aiddir deyə çıx. Bu ən yaxşı variant deyirəm yenə də. E-ləri görsən ümumiyyətlə heç birinə aid deyilmi? Çıx variantdan E olanları. Başqa E harda var? Burada yoxdur. Burada var. Yəni çıxdıq. Ən azı bizə 2 variantı nədir? Çıxartdı da, yəni 2 variant seçimindən çıxartdı. Deməli 1 B və D arasında. 1 B və D isə elə budur. Bir dənə bu var. Gördün? 2-dəki A ilə C. Şu cavabımız E variantı. Daha sonra keçirik nəyə? Mətnə. Yəni ki, mətni hər kəs oxuyub. Yeni ada mətnidir. Mətnə əsasən hansı suallara cavab tapmaq olmaz. Baxaq görüm indi. Kənd sakinləri yeni ada haqqında necə xəbər tuturlar? Əlbəttə ki, bunda cavab tapmaq olur, bilirlər də. Çünki deyir, xəbər gəlib xəbər verir. 2. Kənd atasında qanat düzəldən ustanı adaya göndərməyin nə vadar edir? Bunun da cavabı var. Çünki gedirlər, digərləri gəlmirlər deyə ona görə cavabın C variantı. Mətndə nöqtələrin yerinə hansı ifadalar yazısı məzmununa xələl gəlməz? Əlbəttə ki, bura. Düzdür. Hətta fikirləşməyi də yaddan çıxarıblar, unudublar, yaddaşlarını yazıblar, nəzərə alıblar. Hansı olar indi? Əlbəttə ki 1 və 3 olar da. Yaddan çıxarıblar və unudublar. Ona görə cavab C. Hansı aforizm mətnindəki əsas fikrə əsaslanaraq nə deyir? Əsaslandırma mümkündür. İnsanın vaxtından əvvəl qocaldan bir şey varsa, o da tənbəllikdir. Aha, əsas fikri eləmək olurdu. Mətndə də əsas fikirlərlə tənbəlliklə əlaqədar deyildimi? Aha, hər böyük iş yalnız başlanğıcdan götürülür, yox, heç bir adət yoxdur. İşləməyən dəmir özünü məhv edər, düzdür. Dəyərli məsləhət söhbəti yoxdur orada. Vicdan məhkəməsi bu da yoxdur. Cavabına görə B variantı. Mətnə əsasən hansı fikirlər təsdiq etmək mümkündür? Aha, baxaq. Kənd sakinləri xəstənin nə olduğunu bilmirdilər. Bəli, bax burada deyirək. Yerin sakinləri azar-bezar bilmirlərmiş. Yəni, xəstəlik nədir bilmirlərmiş həqiqətən. Xəstəlik nə olduğunu bilmirdilər. Doğrudur. 2. El atası kəndin ancaq yaşlı sakinləri üçün xeyir, yaşlı yox, elə bir şey yox idi. 2-ləri çıx. Sonra 3. Adanın yeni sakinləri aktiv həyat tərzi keçirirlər. Aktiv həyat tərzi keçirirlərmi? Baxaq. El atası adaya gedənlərin aqibəti ilə bağlı təlaş keçirir. Doğrudur. Əksər insanlar öz ölkəsini tərk etmirlər. Bu da doğrudur. Cavabını ona görə 1, 4, 5. Sonra. Əvvəlində işarə qoymuş ifadələrin şərhinə görə nə edirik? Düzürük. Aha. Getdik, baxaq. Deməli, əlləri işdən soyuyur. Digər nədir? Çörəkləri daşdan çıxırmış. Çörəkləri daşdan çıxırsa nə olmalıdır buna? Baxaq. Çox çətinliklə əzə-bəzəkdə pul qazanmaq. Aha, gedə bilər 4-ə. 4 birinci iddə. Aha, sonra nə deyirdi? Əlləri işdən soyuyur. İşləməyə həvəsi, marağı azalır. Aha, bu da bura gedə bilər 1. Deməli, üçbucağın qarşısında 4. Aha, üçbucağın qarşısında 4 olmalıdır. Z-in qarşısında da ki, kvadratın qarşısında da ki 1. Cavabına görə D variantı. Bu 2 verilib. Zəhmətinə qiymət verilməmək yox. Sonra, mətnin əsas hissəsinə uyğun plan ardıcılığını nə etməliyik? Müəyyən etməliyik.
Aha. Baxaq. Adamların mətinləşdirən çətin əmək. O əvvəllərdədir, düzdürmü? Ümumiyyətlə girişdədir. Çətin əmək. Bir dəqiqə. Bir dəqiqə. Aha. Adamları çətinləşdirən çevik kimi edibmiş, bu yer səkin Azərbaycan bilmirlərmiş. Aha. Ona görə bu nədir? Adamları mətinləşdirən çətin əmək, bu getdi ümumiyyətlə. Birləri mən çıxmalıyam, çünki mənim cavablarım arasında biri yoxdur. 4 ilə başlayır, görsən. 4 hansıdır? Sondakı peşmançılıq. Aha. Yox, şirinlikləndirici xəbər. Birinci xəbər gəlir. Aha, düzdür. Sonra 2-yə baxaq. El atasının təlaşı, yoxsa insanları yeni adaya aparan vasitə? Birinci vasitə ilə gedirlər. Sonra el atası təlaşlayır. Sonra isə el atasının növbəti tapşırığı olur. Ona görə cavab C. Sonra doğrudur və rahatdır. Yanlışdır hissəsinə baxırıq. Deməli, doğrudan doğrunu, yanlışdan yanlışı seçməli. Yəni bu cədvəlin işlənmə qaydası uşaqlar budur. Başqa bir şey axtarmayın burada ki, nəsə var. Yəni bu tərəfdən doğruları, bu tərəfdən isə yanlışları seçməlisiniz. Rahat şəraitdə yaşayan kənd sakinləri yeni ada haqqında eşidəndə tamahlarına güc gələ bilmirlər. Rahat şəraitdə yaşamırlar sakinlər, ona görə yanlışdır. Birləri çıxdıq. 2. Yeni adada işləməyə ehtiyacın olmaması kənd sakinlərinin oraya getmək istəyi yaradır. Doğrudur. Bu yanlış idi təbii ki. Yeni ada haqqında eşidən kimi el atası kənd adamlarının xahişini nəzərə alır. Yox, xahiş söhbəti yox idi orada. Adaya gedən və insanları yeni həyat şəraiti ilə tanış olan usta onlara kömək etməyə də aciz qalır. Doğrudur, çünki geri getirə bilmir də. Yəni, indi bizə doğrudan doğru, yanlışdan yanlışı seçməliyik deyə, ona görə cavabımız 2 və 3. Doğrudan doğru bu, yanlışdan yanlış da bu. 44. Səbəb və nəticə əlaqəsinə baxmalıyıq. Baxaq. Kənd sakinləri işə olan marağın itməsinin nəticəsi el ustaya qanat sifariş verir. El atası ustaya qanat sifariş verir və bunun səbəbi isə kənd sakinləri işə olan marağının itməsidir. Bəli, doğrudur. Çünki qanat sifariş verməsinin səbəbi yeni ada haqqında məlumat əldə edirdilər ona görə. Sonra 2. Yeni adadakı xoşbəxt həyat ustanı cəlb edir. Nəticədə özünə də adaya getmək üçün bir cüt xana da hazırlayır. Xeyr, bu səhv fikirdir. Zəhmət həyat insanları tanınmaz hala getirir. Nəticədə adaya gedən usta təəccüblənir. Adaya gedən usta söhbəti yoxdur, yanlışdır. Sonra insanlar get-gedə işləməyə maraqlarını itirirlər. Nəticədə el atası onları kənddə saxlamaq üçün çıxış yolu axtarır. Kənddə saxlamaq üçün çıxış yolu axtarırdı mı? Yox, məncə. Axtarmırdı, yəni elə bir şey yox idi. Gəlmə yeni ada haqqında məlumat verir. Bütün sakinlər bir dəfəlik kəndi tərk edirlər. Bu da yanlışdır. Bizə nə oldu doğruları? Hə, uyğunsuzluq deyir bizə. 2, 3, 4, 5 var mı? Yox. Hamısını çox yazdıq, baxaq. Zəhmətsiz həyat insanları tanınmaz hala salır. Hə, usta gedir, qoca gedmir adaya. Usta gedir. Çünki zəhmətsiz həyat insanları tanınmaz hala salır. Usta gedib görür onları ki, hamısı nədir? Qocalır. Hamısı qocalır, tanınmaz halda salır. Bu doğru fikirdir. 1 ilə 3 doğru fikir olduğu üçün doğruları çıxıram. Mənə qalır yanlış fikirlər. B variantı. 45. El atası başçılıq etdiyi elin qayğısına qalır deyim, mətndəki təsdiq və ya təksib olduğunu müəyyən edin və seçimimiz əsaslan. Əlbəttə ki, təsdiq edir. Çünki el atası başçılıq etdiyi elin qayğısına qalır və onların arxasınca ustasını göndərir ki, təlaş hissi geçirir ki, adaya göndərdiyi insanlar nə haldadırsa. Üzərində yazılmış sözlər əsasında cədvəli tamamla. O cədvəl olmadığı kəlməsindən eləyə bilmirik. Baxa bilmirik. Aha. Daha sonra digər mətin. Mətnə əsasən doğru fikirləri tapmalıyıq. Baxaq. Sadə və mürəkkəb həndəsi fiqurlar orta əsrlərdə yaranmışdır. Sadə və həndəsi fiqurlar orta əsrlərdəmi? Baxaq. Sadə və mürəkkəb həndəsi fiqurlar görsən, bu şeydə deyil, orta əsrlərdə deyil, qədim dövrlərdə bir səhvdir. Rəngli şüşələrdən və ağac parçalarından istifadə edib mozaik laylaları yaradılır, doğrudur. Sonra.
3. Nizami metro stansiyadakı mozaiklər hazırlanarkən nizamın xəmsəsinə müraciət olunub, doğrudur. Müxtəlif materiallardan hazırlanan günəş, torpaq, su, bitki və s. təsvirlər bərpa olunmuşdur. Elə bir məlumat yoxdur. Ölkəmizin müxtəlif bölgələrində mozaiklərdən istifadə olunmuşdur, bu da doğrudur. Deməli, sənin cavabın 2, 3 və 5 E variantı. Daha sonra hansı ifadə nöqtənin yerinə əlavə edilsə mətn məzmununa xələl gəlməz. Bu nə dindir? Rəngi şüşələrin orijinallığı davam etdirilir, qorunub saxlanılır, əməl edilir, nəzərə salınır, istifadə olunur. Əlbəttə ki, nə deyir bizə? Bugün də təmiri bərpa işləri görülsə belə rəngli şüşələrin orijinallığı qorunub saxlanılır olar deyə məzmununa da xələl gəlmir və C variantı. 59. Səbəb və nəticə. 49 daha üzr istəyirəm. Səbəb və nəticə deyir bizə. Aha. Getdik, baxaq nə deyir bizə. Nizami metro stansiyasındakı mozaiklərdən istifadə olunub. Nəticədə Bakı metrosu dünyanın ecazkar tərtibatlı metrolardan biri hesab edilir. Uyğunsuzluqlar deyir, bu doğrudur. Nizami metro stansiyasındakı mozaiklərdən istifadə olunub deyə Bakı metrosu dünyanın ən ecazkar metroları sırasındadır, bu doğrudur. 2. Zaviyyə məscidi mozaiklərlə bəzədilib, Naxçıvanda mozaika yaradılıb. Zaviyyə məscidi mozaikalarla bəzədilib. Nəticədə də söhbət deyil, axı bunun nəticəsi deyil. Daha sonra Zəfər sərgisində milli qəhrəmanın şərəfinə hazırlanan mozaika nümayiş olunurdu. Nəticədə mozaika generalın ailəsinə bağışlandı. Bəli, sonda birinci nümayiş olunurdu, sonda ailəsinə bağışlanır və ona görə cavabımız E olacaq. Ağdam şəhəri işğal altında olub. Nəticədə Ağdam çörək muzeyinin mozaika hissəsi ciddi ziyan deyib. Səbəb nəticə deyil axı bu. Ona görə cavab D, E variantı olar. Yox, bu düz fikirdir 4. Deyir ki, Ağdam şəhəri işğal altında olub. Ağdam çörək muzeyinin mozaik hissəsinə ciddi ziyan dəyməyinin səbəbi nədir? İşğal altında olmağı. Ona görə 4 düzdür. Cavab elə qalır B. Zəfər sərgisində milli qəhrəman şərəfinə hazırlanan mozaika nümayiş olunur. Nəticədə mozaika generalın ailəsinə bağışlanır. İndi belə bir şey eləyək. Mozaika generalın ailəsinə bağışlanmasının səbəbi milli qəhrəman şərəfinə hazırlanan nümayişdir. Xeyr, ona görə B. Mətndə məlumat var. Mətndə məlumat nədir? Yoxdur. Baxaq. Məlumat olan tərəflərə baxaq. Mozaikalardan istifadə olunan materiallar eyni olmaya bilər. Bəli. Çünki ağacdan, gildən başı sayılır orada. Mozaika nəm suvaq üzərində düzülə bilər. Ola bilər. Aha, düz idi, orada yazılmışdı. Zaviyyə məscidinin bütün divarları mozaikalarla bəzədilib. Bütün divarları yox, ancaq giriş və qapıların ağzı idi deyəsən. Elə bir şey yazmışdı. 3-ləri ona görə çıx. Sonra bunu da çıxdım da yəni. Deməli 1-2 olan variantımızdakı bir dənə budur. Yenə də cavabı tapdıq. Görsən, testlə belə işləməyi bacarın həmişə. Tez variant çıxmağı bacarın. Azərbaycanda müxtəlif metro stansiyalarda mozaika sənətinə rast gəlmək olar. Bu barədə məlumat yoxdur. Milli qəhrəman Polad Həşimovun mozaikası sərgidə nümayiş olunub. Bu barədə məlumat var. Ağdam çörək muzeyinin mozaikası bərpa olunub. Bu barədə məlumat yoxdur. Ona görə cavab C. Altından xətt çəkilmiş sözün altından xətt çəkilmiş sözün nədir? Nə deyir bizə? Kontekstə uyğun mənada işləndiyi cümləni müəyyən elə. Altından xətt çəkilmiş söz hansıdır bizdə? Nə deyir indi burada? Sadə və mürəkkəb həndəsi formada kəsilmiş şüşə. Sadə və həndəsi formada kəsilmiş şüşə. İndi bu həqiqi mənadadır, yoxsa məcazi mənadadır? Əlbəttə ki, həqiqi mənadadır. Düzdürmü? Lətif mağaza çatana qədər yağış kəsildi, məcazi. Hər yandan gələn gülüş səsləri kəsildi, məcazi. İllərlə erməni torpaqlarımızda qənim kəsilib, məcazi. Fələyin zülmü kəsilmək, məcazi. Donun tikilməsi 3 parça kəsildi, həqiqi. Əvvəlində işarə qoyulmuş nə deyir? Hissəni hansı cümləyə artırsa genişləndirilə bilər? Bu hissəyə hansı cümləni artırılır? Burada Bakıda ilk dəfə Nizami metro stansiyasındakı mozaikadan geniş istifadə olunmuşdur. Nizami metro stansiyası 3-4 məktəbli tikililər əhatəsindədir.
Rengarenk mozaikların metroya xüsusi gözəllik verir. Mozaiklərdən geniş istifadə olunub, yox. Bakıda ilk dəfə nizam metrosunda mozaiklərdən geniş istifadə olunub. Azərbaycanda ilk dəfə olmaz. Əlbəttə ki, bu olar da. Bu mozaiklər xalq rəssamı Abdullayev tərəfindən yaradılmışdır. Rəngarəng mozaiklər metroya xüsusi gözəl verilir və solumdur. Ən gözəli, iyi variantı o da deyil. Mətndə səslənən suala cavablandırıla bilməz. Mozaikanın tarixi hansı dövrlə bağlıdır? Əlbəttə ki, bu barədə nə var idi? Məlumat var idi elə. Daha sonra. Şəki Xan Sarayının mozaikanın hazırlanmasında nədən istifadə olunub? Burada var o mətndə. Hara getdi o? Bizə nə sual verir? Bir də baxaq. Şəki Xan Sarayında mozaiklərin hazırlanmasında nədən istifadə olunub? Aha, baxaq, onu tapaq. Şəki Xan Sarayında binasının fasadında ağac parçaları arasında müxtəlif rəngli şüşələr qeydilərək mozaika gördünüz. Var onun cavabı da. Daha sonra hazırki dövrdə mozaika sənətindən istifadə edilirmi? Bəli, Polad Həşimova həsr olunubsa var. Şumer dövlətində hazırlanan mozaikalar nə üçün balıq qulağına istifadə edilirdi? Əlbəttə ki, bu barədə heç bir məlumat yoxdur. Mozaika hansı materiallardan hazırlanan, o barədə məlumat var idi. Mətndə üzərində rəqəm qoyulmuş hansı sözlər məcazidir? Üzərində rəqəm qoyulmuş hansı sözlər məcazidir? Baxaq. Mozaikanın tarixi Şumer dövləti ilə bağlıdır. Bu məcazidirmi? Əlbəttə ki, məcazidir. Sonra 2. Dekorativ mozaikalar yaradılıb, həqiqidir. 3-ə baxaq. Tapa bilsək. 3. Aha. Ne deyir? Zaviyyə məscidinin qapısı mozaikalarla bəzədilib. Deməli 2-lə 3-ü çıxım mən. 2-lə 3-ü çıxım. Çünki 2-lə 3-də artıq dedim ki, həqiqi mənalı sözlərdir. Aha, 1, 4, 5. Biz də bir tapdığımıza görə cavab C olacaq böyük ehtimal. Yəni də baxaq 4-ə. 4-ü tapaq. 4 hardadır? Aha. Buraya muzey ab-havası verilmişdir. Əlbəttə ki, məcazi mənada. Ona görə cavab elə düz tapmışıq. Euler-Venn diaqramı. Euler-Venn diaqramı varmı? Yox. Əlimizdə yəni Euler-Venn diaqramı yoxdur. Sonra ədəbiyyat və sənət birləşdikdə insan ruhunun dərinliklərinə toxunan gözəllik və ahəngdarlıq yaradır. Aforizm mətnindən hansı abzatsdakı fikri qüvvətləndirmək olar? Ədəbiyyat və sənət birləşdikdə insan ruhunun dərinliklərinə toxunan gözəllik və ahəngdarlıq yaradır. Ədəbiyyat və sənət birləşdikdə. Aha. Əlbəttə ki, burada. Burada danışırdı o barədə, düzdürmü? Bura əlavə elə bilərik biz. Deməli, neçənci abzas? 1, 2, 3, 4, 5. 5 oldu. 1, 2, 3, 4, 5-ci abzas. Düzdürmü? Aha. Bəli, 5-ci abzası artıra bilərik. İnsan ruhunun dərinliklərinə toxunan gözəllik və ahəngdarlıq yaradır. Aforizm mətninin fikri qüvvətləndirmək. Hansı abzasındakı fikri? Yazırsan 5-ci abzasındakı fikri. Belə, bu qədər. Tam açıq suallar əlimizdə olmadığı üçün tam olaraq bilmirik. Nə var, nə yox. İndi nə edərsiniz? Cavablarınızı yoxlayarsınız. Sağ olun, salamat qalın.